görsənməsə belə çoxdur, çünki auditoriya istifadə eləməsə belə faiz etibarilə ən çox artış TikTokdan sonra LinkedIn-dədir Azərbaycanda. İkinci əl kitab ala biləcək şəxslər Facebookda otururlar. Bu səncə öyrətimlə əlaqəlidir, yəni kursun özünün keyfiyyətinə bağlıdır, yoxsa bir istiqamət üzrə çətinlikmi, yoxsa softdan bitirirlər? Çünki ilk ləğv olunan, ilk bağlanan bir şirkət rəhbəri üçün marketinqi bağlayaq. Hansısa satış yoxdur. Yəni marketinq lazım deyil, satış lazım deyil. Frontend artıq keçilmir, tələb yoxdur. Burada da indi bunların iş tapa bilməmə səbəbi odur ki, əmək bazarı bu qədər insana birinci növbədə hazır deyil. Gördüyüm odur ki, insanların çoxsu elə fikirləşirlər ki, biz onlar nə isə yaxşı bilmədiyi üçün kəsirik və ya başqa bir şey. İstərsiniz bu qədər intervyuya girəndə 2-3 dənə sualdan başa düşürsən ki, bu adamla sən yol davam edə bilərsən yoxsa yox. Ən acınacaqlı hissəsi insanların əslində softdan kəsildiyini bilməməyidir. Bu server falan gələndə o insanların o texniki bilikləri var ya, ay mən möhtəşəm bilirəm, limitdənir.